Niyə bu dəhşətli allergiyalardan əziyyət çəkməliyik? Allergiya əslində immun sisteminin etdiyi bir səhvdir. Normalda mikroblarla mübarizə aparmaq və mikrobları tanımaq üçün antikorlar istehsal edirik. Və bu halda immun sistemi səhv edib və bunun əvəzinə tozcuqlar və ya heyvan tükləri kimi zərərsiz şeyləri tanıyan bir antikor istehsal edir. Hər bir allergiya xəstəsinin daxilində səhvən immunoglobulin E kimi tanınan bir antikor istehsal edən bir immun sistemi var. Bu bədbəxt insanlar tozcuqları nəfəs aldıqda antikor allergik reaksiyaya səbəb olur. Amma burada hər hansı bir tozcuq növündən danışmırıq. Ümumiyyətlə, allergiyaya səbəb olan tozcuqların bu kimi böyük çiçəklərdən gəldiyi düşünülür. Amma əslində bu tozcuq havaya qalxmaq üçün çox ağırdır. Allergiyalar ağaclardan və otlardan çıxan, küləklə daşına biləcək qədər kiçik və yüngül olan tozcuqlardan qaynaqlanır. Allergiyası olan birinin immun sistemi bu tozcuqları tanıdıqda immunoglobulin E immun sisteminin hüceyrələrini, mast hüceyrələrini aktivləşdirir və bu mast hüceyrələri allergik reaksiyalara səbəb olan kimyəvi maddələri ifraz edir. Allergik reaksiyalara səbəb olan ən məşhur kimyəvi maddələrdən biri histamindir. Histamin kiçik, üzvi bir molekuldur. Beləliklə, histaminin bu kiçik kimyəvi xəbərçi kimi işləmə tərzi bədənin bir çox hüceyrəsində olan histamin reseptoru adlanan bir reseptor tapması və həmin hüceyrəyə mesaj göndərməsidir. Məsələn, qan damarlarında həmin reseptora bağlanır. Qan damarının sızmasını bildirir və bu da burun axıntısına səbəb olur. Məsələn, sinirlərdə histaminin aktivləşdirəcəyi reseptorlar var və bu, tozcuğa məruz qaldıqda hiss edə biləcəyiniz qaşınan burun hissini verir. Əgər bu yaz xırıltılı nəfəs alır və asqırırsınızsa, səhər tezdən ətrafda daha çox tozcuq olanda evdə qalmağa çalışın. Amma çölə çıxmaq məcburiyyətində qalsanız, heç olmasa biraz salfet və bəlkə də biraz antihistaminik götürün.